Hə, o birinə keçdik. Aha. Beynəlxalq adlandırmada necə olur? Eyni əvvəlki dərsi bilirsənsə çox rahat olacaqdır. Bax düşün ki, bu SK-H6. Ha, SK-H6. Bunun adı nədir? Bunun adı nədir? Bunun adı normal halda deyirik etan. Etil. Aldanlarda olur etin. SK-H2-nin adı olur etin. Sonra məsələn SH8. Bunun adı nədir? Propan. Elə. Bunun adı Propin. isosiya saç 4-də olur propin. Alkenlərdə də belədir də. Yəni axırına alkanın adına in əlavə edirsən. Məsələn, alkenlərdə adının sonuna n əlavə edirdim. Bəs yaxşı, bizə açıq quruluş versən neyniyər? Məsələn, açıq quruluş belə olur da. CH3, CH, CH3, CH3. Bunun adı nə Ya olacaq? ən harda üç qat rabitə hara Ay, yaxınsa oradan bəli, bəli. başdan çəkərik. Bəli, buradan belə xətt çəkirəm. 1, 2, 1, 2, 3, 3, 4, 5. 5. Aha, bunun Deməli adına 4 metil. aha, 4 metil açmışam mı deyirəm qayda. 4 metil, bəli, sonra 5 dənə olanda bir dəqiqə, nə dedim? 5-in adı bir nə idi? dəqiqə, bir dəqiqə. Butin. Yox, pentin. Yox, burada 5-ci nümayəndə butin Yox, deyil. 5-ci, yox, yox. Ondan getmirsən. 5-ci nümayəndə desə lazım. 5-in adı ayrı şeydir, 5-ci nümayəndə ayrı şeydir. 5-in adı nədir? Hə, Pentin. onda şey olacaq. Pentin. Propin. Pentin nə çaşdı? Pentin. 4 metil. Pentin. Pentin. 2 qatar, 3 qatarda da 2 ilə 3-ün Bir arasında də 2 ilə pentin 2, 3. Aşağı qurtardı. Penten 2. Yəni kiçik rəqəm deyirsən. Bildin? Hə, Eyni bəli. əvvəlki kimi. Gəl indi birini deyim. Görsən, alkanı bilən uşaq alkini bilir. Onu bilən alkadiyeni bilir. Alkadiyeni bilən alkini bilir. Çox rahat da bir-birindən bağlıdır. Bax, SH3, SH2, S, S, SH, TH3. Düşün ki, SH3. Bunun adını denən görüm nə olacaq? Deməli yenə 3 qat harda yaxınsa oradan gedirəm. Hı. Başdan gedərəm. Buradan, buradan. Bir dəqiqə. Üç, dörd. Eyni olur da hardaysa gedə Eyni o. bilərik. Amma radikal yaxın olandan gedirsən həmişə. Radikal hara? Yaxını gör. Belə yaxın Başdan. yoxsa belə? Belə. Arxadan da. Hə. 1, Bir. 2, 3, 4, 5, 6. 2 metil. Əla. 2 metil 6-cı heksin Aha. Eksin necə? 3. Eksin 3 əla. Всё, düzdür. Başa düşdün? Bax bu da oldu Bəli. beynəlxalq. Yəni qeyri-adi bir şey yoxdur bunlarda. Sonra gəldik bunun alınmasına. Alınması. Alınması nədir? Alınması var sənayedə alınma. Bir də var sənayedə. Bir də var laboratoriyada alınma. Sənayedə alınma deyəndə bunların bir neçə üsulu var. İki dənə üsulu var. Birinci var metanın parçalanmasından. Metan nədir? Metan bilinir. Dəvə görsən alqanların təkrarıdır. CH4-də 1500 dərəcədə parçalanmadan nə alınırdı? Elə Deməli şey S2H2. şey, üzərinə gəlsin H2. Görsən, eyni şey təkrar. Gəldik buradan nəyi aldıq? Asetlen. İkinci Bəli. metanın parçalanması bu birinci üsul. İkincisi də kalsium karbidin deyirsən. Kalsium karbidin hidrolizindən. Hidroliz deyəndə, yəni su ilə bax, kalsium karbid belə yazılır. Onun üzərinə su gəl. Nə alınır buradan? Bundakı oksidativ turşu dərsdən Kalsium O. o nə? OH. Kalsium OH2. Pevuz Üstəgələn devin CO2. S2H2. S2H2. Bəli. Bax, kalsiumun bir dənə, karbonun iki dənə, hidrogen iki dənə, oksigen bir dənə. Sən buradan kalsiumu çıxartdın. Onu çıxartdın, hidrogeni çıxartdın. Və görsən hidrogeni çıxartdıq. Nə qaldı? Kalsium OH getdi. Bu getdi OH. Bəli. Yerdə nə qaldı? Bax, S ilə H. S ilə H bu yazıram. S2H2 kimi. Bildin? Bəli. Sürpriz oldu belə. Yəni belə bir şey yenə deyirəm, yoxdur kimyada. Sadəcə rahat başa düşəsən deyə belə deyirəm ki, yəni daha rahat biləsən və gözündə rahat götürəsən ki, nə ilə nə idi. Bildik Bəli. bunu. Gəldim nəyə? Bu Bəli. oldu bizim sənayedə alınmamız. Gəldim indi laboratoriyada alınmaya. Laboratoriyada alınma. Birinci, yenə şərtləri verəcəm, reaksiyaları əzbər vermirəm. Başa düşməyin lazımdır mənə.
Birinci, alkanların dihalogenli. Alkanların dihalogenli. Dihalogen nədir ki müəllimə? Yani iki tane halogen, halor, brom, yod var. Bunlar flor, klor, brom, yod halogendir. Dihalogen deyəndə iki tane halogenli vəziyyətdir. Hə, bildim. Monohalogen deyəndə bir dənə vəziyyətidir. Bunların qələvlərin spirtdən məhlul, qələvi kalium OH, natrium OH bilirsən də nədir? Bunların Bəli. spirtdən məhlulundan alınar alkin. Birinci şərtimiz. Alkanlar necə yazılır? Düşün ki, məsələn, bir dənə alkan veribdi. CH3, CH, CH2 alkanı verib. Bax, buna bir halogeni deyirdik. Halogeni birləşdir görüm. Məsələn, brom alkanını, bax, məsələn, bromu gətirək, yapışdıraq bura. Bromun birini də gətirin bura. Bunların üzərinə gəlim kalium OH-ı. Spirtdə məhlul nə alınır buradan? Kalium brom 2, kalium 2 Bax, brom. bax, olduğu kimi qalır. İndi öyrədirim. Bu nədirsə elə olduğu kimi saxla. CH3, CH, CH2. Yəni 3 dənə karbon olduğu kimi yazdım. Daha sonra bu bromları çıxart. Bax, bu kaliumdan gəlib birləşəcək çünki. Çıxart kalium brom. Çıxart OH-ı su kimi. Bu çıxartdığın yerə də at 3 qat. Darıb elə təzədən. Bax, buranı elə 3 qat. Всё, bu da oldu sənin birləşmə. Bildin. Bildim bəli. Yaxşı, bir dəqiqə gözlə. Bir dəqiqə gözlə. Qoy bunu zəifə taxım. Yaxşı. Morning in progress. Gəldim. Gəldim Nəz. Getdik. Və bura belə. Bəli. İndi bax, Bəli. belə bir şey deyim. Bir dənəsini də deyim. İkinci ilə pesim. Məsələn, verə bilər halogenlərin şərti deyirəm. Yenə reaksiya əzbərimdir. Halogenlərin atomları əgər eyni karbon atomlarında olarsa, halogen atomları əgər eyni karbonda, yəni biri var ki, məsələn görsən, bayaq burada bir vəziyyəti yazdım. Bromlar görsən müxtəlif karbonlara birləşmişdi. Amma burada elə ola bilər ki, bir dənəsinə birləşər. Bax, halogenlər eyni karbonda olarsa. Bax, məsələn, karbon, 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 karbon. Bura atıbdır brom, brom. Görsən, eyni karbondadır. Bax, bu karbon. Bəs bu Bəli. vəziyyətdə mən Bəli. neyniyim? Üzərinə gəlsin kalium OH spirtə məhlul yazıb. Bu vəziyyətdə neyniyim? Gəl bunu tamamlayaq. CH3, CH2, CH3. Bəs nə edirsən? Gətirirsən yenə. Bu kaliumun aktivdir. Gəlir bu bromları götürür, aparır. Kalium brom kimi çıxır. Üzərinə gəlsin. Bu OH su kimi gəlir, çıxır. Çıxdı. Yerdə nə qalır? Bax, CH3 olduğu kimi gətir yaz. Karbonu olduğu kimi yaz. Amma artıq burada götürürsən, karbon tərəfdən buradan çıxmadı ikinci karbonu. İkinci karbonu gətir 3 qat at. Всё. Bura oldu C, bura oldu CH3. Aydındır. Hardan ki Bəli. çıxartmısan, elə bil ki, mən uşaqlara bunu sən ötürmüşlərdim. Deyirdim ki, burada qəlbdir, bu qəlbi birinci qırırsan, təzədən gəlib bərpa eləyirsən də. Elə bu təzədən görsən, bərpa elədim bunu. Gördün? Bəli. Bu oldu belə. Gəldik indi fiziki xassələri. Fiziki xassələri bəs nədir? Fiziki xassələri alkinlərdə. İlk nümayəndəsi nə oldu bunların? Asetin, C2H2. Bu qaz halında iysiz olur. Nə qədər yerdə qalanlar varsa suda pisəl olurlar. Molekul kütlələri artdıqca, yəni mRlər artdıqca ərimə temperaturu, qaynama temperaturu artmış olur. Demişəm ki, bütün üzvü maddələrdə bu qayda keçərlidir ki, hamısında artır. Ərimə qaynama temperaturu artır, sıxlığı artır, bronz artır. Amma yerdə qalan hidrogenin kütlə payı artır. Üzərinə azalan nə də karbonun kütlə payıdır ki, o azalır. Qurtardı. Bu da oldu fiziki xassələri. Başa düşdük bunda. İndi Bəli. gəldik onların kimya xassələrinə. Bəs kimya xassələri nədir? Kimya xassələri də çox rahatdır, azdır. Sadəcə hansı reaksiyalara girir bilməzsən. Birləşmə reaksiyasına girir, polimerləşməyə girir, yanmaya girir, oksidaşməyə girir, əvəz etməyə girir. Birləşmə reaksiyasından başlayaq. Birləşmə reaksiyası belə olur. Və götürür bir dənə hidrogenlə şərt verirəm. Hidrogenlə yenə birləşmə reaksiyası. Hidrogenlə birləşmə reaksiyası necə olur? Bax, CnH2n-2 üzərinə gəlsin hidrogen. Nə alınır buradan? Bax, CnH2n-2 üzərinə gəlsin hidrogen deyirəm. Bax, üzərinə gəlsin bir dənə elə bir iki dənə hidrogen.
Bu 2 ilə bu 2 Senin gedir. H2 minus 2, 2 H2. NH2. Bəli. Bu olur nə? Ha, Alken. Alkendən görürsən alkin al. Alken aldıq. Başa düşdün? bəli. Yaxşı, bəs alkendən nə? Sənin H2-nin üzərinə hidrogen gəlsə nə alarıq? Senin H2'nin çıx 2, alkin. Sənin H2-nin üzərinə 2 dənə hidrogen gəlsən, sən Üstünə gəlirəm onda H2 alkan alıram. aysa bu da olur alkan. Всё. Demək alkindən alken, alkendən alkan aldın. Hidrogenlə. Bəli. İkinci yazıram. Halogenlərlə birləşmə reaksiyası. Halogenlərlə. Halogenlərlə necə olur? Məsələn, Cn yenə H2n-2 üzərinə gəlsin, məsələn, xlor. Belə bir şey verir. Yəni, brom verə bilər, yod verə bilər. Xlor, brom, yod bunları. Burada necə olur? Reaksiya gedir, necə X alınır. Bu X da, yəni belə şey deyil, ləğv etmə deyil. Məsələn, bax, tutalım ki, bir dənə CH, üçqat rabitə, CH, üzərinə gəlsin brom. Bunu vermişəm. Burada nə alınır? Bax, bu qalır. Olduğu kimi qalır. Bunlar CH-da. 2 dənə karbon çəkirsən. Daha sonra birləşmə reaksiyası nə deməkdir? Bir rabitəsinin qırılması deməkdir. Yəni, bir dənə Bəli. rabitəni qırırsan. Burada qaldı mı 2 qat rabitə. Birini qırdım. Bəli. Qırdığım yeri təzədən bərpa eləyirəm. Gətirirəm bu bromları. Bunun indi könlünü alıram. Gətirirəm bura bromları yazıram ki, bu inciməsin. Birini qırmışam axı bunu. Bəli. Oldu. Bəli. Məsələn, bax, birini verim. CH, tutalım ki, CH, CH3 üzərinə gəlsin xlor. Nə alınır buradan? De, yazarım karbonları. Hı. Hı. Bir dənəsini götürdüm deyə 2 dənə o birilərdə xlorları götürüb onun aşağısına yazaram. Qurtardı. Bu da olsun, birləşməyəcəksin. Çox rahat. Üçüncü şərtim nədir? Hidrogen halogenitlərlə, məsələn, H xlor, hidrogen halogenit nə deməkdir? Yəni, bir dənə hidrogen, bir dənə də halogenit. Xlor, brom, yod. Məsələn, CH, üzərinə gəlsin H xlor. Bunda nə edirsən? Bunda isə götürürsən, vinil xlorid alacaqsan. Necə? Yenə bunun birini qırırsan. Birləşmə reaksiyası da axı. Olur yenə karbon 2 dənə. Qırdığın yerin bir tərəfinə hidrogen atırsan, bir tərəfinə xlor. Olur bura CH deyildi. Bir dənə hidrogen gətirib yapışdıram bura, bir dənə də xloru bura. Olur CH2, CH xlor. Və ya da CH Bəli. xlor yazırsınız. Qurtardı. Bu da oldu bizim hidrogen halogenitlə reaksiyamız. Bir də var su ilə birləşmə reaksiyası. Buna deyilir Kucherov reaksiyası, həm də Kucherov belə yazılır. Kucherov reaksiyası, su ilə birləşmə reaksiyasıdır. Yəni, məsələn, asetlen verib də yenə CH, üzərinə gəlsin su. Özü civə sulfatın iştirakı ilə gedir. Civə duzların iştirakı ilə gedir bu reaksiya həmişə. Əgər oxun üzərində bir dənə alkin və oxun üzərində civə sulfat gördünsə, civənin duzlarını gördünsə, ümumiyyətlə nə olur olsun, duzunu gördünsə, bil ki, burada nədir? Bu Kucherov reaksiyasıdır. Kucherov reaksiyası civə duzunun iştirakı ilə gedir. Buradan nə alınacaqdır? Bax, buranı yenə eləyirəm Kucherov reaksiyasında CH3. Buradan alınır, bu arada hidratlaşdıranda alınmalı keton. Ketonu hələ etməmişik. Keton belə yazılır. Bax, CH3, COH. Bu olur sirkə aldehidi. Bu aldehiddir. Hələ birinci quruluşdur. Bu sirkə aldehiddən ən birinci, yəni asetləni hidratlaşdırdım, aldım aldehid. Aldehidi daha sonra digər alkinlərlə hidratlaşdıranda alınır keton. Məsələn, bir dəfə də bu aldehidi götürürəm. CH3, COH. Üzərinə gəlirəm su. Buradan isə alınır keton. Keton isə belə yazılır. Ha, CH3, keton budur. Hə, oksigen. Bunun adı olur aseton. Və bu asitaldehid. Və bu nə idi? Asetlen. Gördün, bu oldu asetlen aldehidi. Sirkə aldehidi. Bu isə oldu nə? Bu isə oldu aseton. Keton, aseton. İndi ketonları falan keçəndə bilərsən. Bildin və bu Bəli. ardıcıllıqla davam edirik. Sonra Bəli. gəldik bunların oksidaşma reaksiyalarına. Oksidaşma reaksiyaları necə daxil olur bunlar? Oksidaşma reaksiyalarında da qeyri-adi bir şey yoxdur. Oksigen gəlməklə, məsələn, C2, H2 üzərinə gəlsin, O2. Bilirik ki, yanma reaksiyası üzərində temperatur CO2 isə aşağı. həmişə bu qaydada alınır. Bəli. Bəs yaxşı, ikinci oksidaşması necə olur? Oksidaşması kalium permanganatın iştirakı ilə oksidləşir və kalium permanganat oksidləşəndə necə olur? Ona görə də deyirsən, kalium permanganat əgər bu reaksiyaya daxil olursa, nə edir?
Bu rəngsizləşdirir deyirsən kalium permanganat məhlulunu. Birdən suallarda verir ki, aşağıdakılardan hansı kalium permanganat məhlulunu rəngsizləşdirir? Harda asetlin gördünsə, harda alkin gördünsə, onu götürəcəksən. Çünki bunlarda və ümumiyyətlə belə bir şey deyim də, yadda saxla. Doymamış nə varsa 2 qat, 3 qat bunlar rəngsizləşdirirlər. Çünki bunlar rahatlıqla birləşmə reaksiyasına daxil olurlar. Və birləşmə reaksiyasına daxil olduqlarına görə də bunlar rahatlıqla rəngsizləşdirirlər həmin məhlulu. Yox, hardakı təhqiqatda bunlar doymuşdu. Yəni alqanlar məsələn. Görsən bunlar birləşmə reaksiyasına daxil olmurlar. Birləşmə reaksiyasına daxil olmadıqlarına görə də ona görə bu zaman bunlar deyirsən ki, kalium permanganat məhlulunu rəngsizləşdirmirlər. Aydın oldu bu da. Bəli, bəli, Və məsələn bizə verə bilər CH, 3 qat CH, üzərinə gəlsin kalium permanganat. Bunun oksidaşma reaksiyası nə alınacaq buradan? Buradan alınacaqdır manqan O2, kalium OH, bir dəfə elə bir kaliumun OH vəziyyətini, yəni qələvi formasını, bir dəfə manqan oksid formasını, bir dənə oksid, bir dəfə əsas, bir dəfə də nə alınır? Turşu. Və elə yadda saxla ki, oksid, əsas, turşu alınır. Oksid aldım, əsas aldım. Belə bir şey yoxdur ha. Sadəcə yadına qalsın deyə deyirəm ki, tez bəli, ağlına gəlsin ki, bu reaksiyanı yazanda oksid almalıyam, tez oksid çıxardım. Bir dəfə əsas almalıyam, bir dəfə də nə almalıyam? Turşu almalıyam. Get turşunu alaq. Burada nə qədər karbon var? 2 dənə. Tez yazsın 2 dənə karbon. Yanlarına da gətirib OH-ları yazsın. Всё. Bu da olur oksalat turşusu. COH, bəli, COH. Всё. bəli, Belə. Demək, bu oksidləşmə reaksiyaları da belə. Gəldik indi əvəz etmə reaksiyalarına. Əvəz etmə reaksiyaları necə olur? Əvəz etmə reaksiyaları sonra qalır polimerləşmək üçün. Əvəz etmə reaksiyaları dəniz. Ümumiyyətlə algenlərdə 3 qat rabitəli karbon atomlarına birləşən hidrogen atomları bilirsən ki, bunlar daha çox argentin oksidlə, əvvəlki dərsimizdən bilirdik. Kuprum oksidlə, kuprum xloridlə, bu maddələrin iştirakı ilə reaksiyaya girirdi. Və bu reaksiyalara girəndə də bunların amoniakdakı məhlulları zaman, nə bilim natrium kalium reaksiyaları zaman həmişə hidrogen atomlarını başlayırdı metal atomundan əvəz eləyirdi. Metal atomu ilə əvəz edən kimi buradan alınırdı asetillenit. Asetilenit deyirlər bunlara. Asetillenitlər alınır. Necə? Gəlin indi yazaq, yazsaq daha yaxşı başa düşəcəyik. Məsələn, bizə verir yenə bir dənə alkin. Üzərinə gəlsin nə? Argentin oksid. bəli, Yazdım. Buradan nə dedim? Dedim amoniakdakı məhlulu. NH3. Yəni məhlulu bax üzərində yazılır oxun. Amoniakdakı məhlula nə alınır? Buradan dedim ki, həmişə natrium kaliumla reaksiyalar zamanı hidrogen atomları metalla əvəz olunur. Bunlar zamandakı bu başlayır bu oksidin tərkibindəki metalı çıxardır çölə. Bu nəyi çıxardacaqdır? Bax elə belə də düşün ki, 2 dənə argentin yoxdur. 2 dənə də bəli, karbon var. 2 dənə karbonu tez yazırsan, 3 qatını saxlayırsan. Hər tərəfinə də bu argentinləri elə çıxarsan çölə. Qırağa yəni. Bax gətirib birləşdirirsən bunu. Всё, yerdə qalır nə? Hidrogendən oksigen. Görsən bunda hidrogenlər yoxdur. Üzərinə gəlsin su. Var, başqa. Bu da olur sənin reaksiyan. Məsələn, bəs yaxşısı bəli, belə yazsa, CH 3 qat rabitəsi, CH3 üzərinə gəlsin kuprum klorid. Buradan nə alınır? Kuprum klorid daha doğrusu. Burada da yenə amoniakdakı məhluldur. Yenə bax karbonları yazıram. xlorları qıraqlara yazarım. Karbonları yazdım. Yerdə nə qaldı? Görürəm ki, bircə dənə Qıraqlara. kuprumum var. Kuprumun bircə dənəsi var. Gətirirəm birini qıraqdan yazıram. Yerdə nə qalır? Burada qalacaqdır CH3 təbii ki. Bunun öz tərəfi. Üzərinə gəlsin nə? H xlor. Qurtardı. Bəli, Xlorla H hidrogen birləşmişdi. Bax belə. Yaxşı, indi bunu özümdə nə görüm? CH, 3 qat rabitə CH üzərinə gəlsin natrium amoniakdakı məhlulu. Nə alınır? 2 dənə karbon yazaram. Karbonu yazsın. Əla. Bir dənə də qırağına natrium atarım. Natrium. Bax, burada görsən hidrogenləri 2 dənə çıxartsan Yəni çölə. H2-miz var. Yerdə nə qaldı? Bax, natrium 1. Bunun yanı boş qalıb axı. Hidrogen qalıb burada. Öyrənirsən? Bayaq dedim ki, natrium kaliumla reaksiya zamanı hidrogen atomları metalla əvəz olunur. Yerlərini dəyişir. Elə bir natriumlar gəlir bunun yerinə girir. Hidrogenlər də çıxır natriumun yerinə. Bildin? Burada da olur natrium. Natrium çıxacaq yəni, hə. Bir kalium verirsə də eləyirsən. Kalium verəndə də Bəli, eləyirsə olur. Yaxşı. Ümumiyyətlə, 3 qat rabitə ilə birləşmiş karbon atomlarında hidrogen atomları yoxdursa əgər, hidrogen olmasa, alkinlər reaksiyaya getməyəcəkdir. Əgər belə bir hal versə, yəni CH3-C, 3 qat rabitəsi CH3 üzərinə gəlsin argentin oksid.
Bax belə versə. Bax gör, bax 3 qat rabitədir. 3 qat rabitənin sağına, soluna bax görsən, bunda hidrogenlər yoxdur. Reaksiya getməyəcək yazasın. 3 qat tərəflər dolu olmalıdır ki, reaksiya getsin ki, orada nəyisə çıxarda biləsən də. Bildin? Bəli. Ona görə belə halda reaksiya getməyəcək. Gəldim indi polimerləşmə reaksiyası. Polimerləşmə reaksiyası iki cürdür. Var birinci asetilin dimerləşməsi necə dimerləşdirirlər? Yəni götürürlər, ikiləşdirirsən də elə bil ki, bax CH CH üzərinə gəlinsin. CH, CH. Gördün? İki dənə eyniləşdirdim elə bil. İki dənə eynisin gəldim. Nə alacaqdı buradan? Eynisi alınır. Bax, iki dənə eyni şeydir. Dörd dənə karbon çıxacaq da buradan. Dörd dənə karbonu aldım. Buradan alınır vinil asetlin. Götürsən bura birinci tərəf üç qat olduğu kimi qalır. Bu ikinci tərəf bu tək qat bununla bunu elə bir tək qatla birləşdirsən bir-birinə birləşdirirəm bununla bunu. Burada isə artıq bax bu hissədə iki qat rabitə olur. Çünki artıq bunları polimerləşdirirəm də. Yəni fərqli olmalıdır. Axı bunu necə birləşdirim? Artıq burada S2H2 var. Burada da bir S2H2 var. Bu nə olur? Bu S4H4 olur da. Belə bir şey yoxdur axı. Buna görə bu bərabərlik düz olsun deyə mən bura SH2, burada SH saxlayıram. Yəni bura atıram 2 qat, bura atıram 3 qat. Bildin? Bəs yaxşı. Trimerləşdirəndə dimerləşmədə görsən di, yəni ikiləşdirdim bunu. İki dənəsini yazdım. Bax, iki dənəsini birləşdirdim. Trimerləşdirəndə isə üçə vurursan elə bil. Götürürsən SH deyil. Bunu aktiv kömürün təsirindən bunu vursan üçə. Yəni trimerləşdirsən. Yəni bunun üç dənəsinin üstünə gələrsən. Nə alınır? C6H6. Bu C2H2-dir. C2H2-ni üçə vuranda nə eləyir? C6H6. Aktiv kömürdən alınır benzol. Всё. Bu da oldu sənin polimerləşmə reaksiyası. Bildik bunu da. Bəli, bəli. Alkinlər bəs təyin necə olur? Alkinləri bronlu suda, kalium permanqanat məhluluna rəngsizləşdirirsən, bildik. Və bunların tətbiqi harda olur? Asetlinin əsasən yadda saxla ki, sirkə tursunda bəzi həllecilər var ki, onların alınmasında, sintetik HCl-ın alınmasında istifadə olunur. Propindən də asetonun alınmasında istifadə olunur. Yox, bitdi dərsimiz. Bu da olur bizim tətbiqimiz. Təyindəki Bəli. kalium permanqanatla bronlu suda. Belə Dəniz, dərsdən nə sualın qaldı? Heç nə mənim, çox sağ olun. Evə verirəm bunu oxumaq, qaydlara baxmaq, izahlara baxmaq. Testlərə Onu sizdən baxaq. yəni testlərə də bəli, gələn səfərdə bizim test günümüzdür. Sabahdan Testlər tez üçün yarısı. hə, sabah ki yazsın. Sabah bax 5-ə vaxtımız var, 2 saatlıq dərsimizdə özlə. Yəni orada polnu testlərimizə baxa bilərik. Oldu. Dərsin qaydları, izahları. Bir də ki, dərsi sual-cavab eləyəcəm. Yəni dərsi oxu mütləq şəkildə. Oxumağı da verirəm. Bunların qaydası yoxdur dəftərdə. Bunlar artıq tətbiqdə yenilənir deyə vermişəm Landau'dan. Landau'dan, yəni qayda kitabından PDF-i var sizdə? onun PDF-i dərs olaraq Landau'nu görsün. Yox, qayda kitabı. Qayda kitabın hə var. Ataram bax.